Salam, hər vaxtınız xeyir olsun, dəyərli 7-ci sinif şagirdləri. Mən bugün sizlərə Turan Tədris Mərkəzinin 22 fevral tarixində keçirdiyi sınaq imtahanının 7-ci sinif suallarının izahlarıyla tanış edəcəm. İngilis dili sualları 41-ci sualdan başlayır. 41-dən 45-ə qədər dinləmənin suallarıdır. Dinləmə təxmini belə idi. Deməli, Robinson Crusoe haqqındaydı. Robinson Crusoe Daniel Defoe'nun macəra hekayəsidir. Demək, əsərin əsas personajı Robinson adlı bir kişidir. O dənizdə səyahət etməyi sevir. Demək, bir gün dəniz səyahəti zamanı dəhşətli bir fırtınada gəmisi batır. Sağ qalan yeganə şəxs orada Robinson olur. O səhra adasına çatır və orada tək yaşamağa başlayır. Əvvəlcə həyat onun üçün çox çətin olur. O yaşamaq üçün ev tikməli və yemək tapmalı idi. O qarğıdalı yetişdirməyi və keçi saxlamağı öyrənir. Uzun illərdən sonra adada yerli bir kişi ilə tanış olur və ona Friday adını verir. Onlar əla dost olurlar və bir-birlərinə kömək edirlər. Hekayənin sonunda da adada 28 ildən sonra bir gəmi gəlir adaya və Robinson nəhayət İngiltərədəki evinə qayıda bilir. Deməli, birinci sualımızın cavabı Who is the main character of the story? Əsərin əsas qəhrəmanı kim idi? Y variantı olacaq. Doğru cavab. 42-ci sualda isə Why did Robinson have to stay on the island? Nə üçün orada adada qalmalı olur? Çünki onun gəmisi qasırğa zamanı batır. Doğru cavabımız B variantı. 43-cü sualda What did Robinson learn to do on the island to survive? Adada sağ qalmaq üçün o nə öyrənir? Sağ qalmaq üçün o to grow corn and keep goats, demək, qarğıdalı əkməyi və keçi saxlamağı öyrənir. Who is Friday in the story? Əsərdəki, hekayədəki Friday kim idi? Who becomes Robinson friend on the island? Deməli, adada Robinsonla dost olan kişi idi. Doğru cavabımız B variantı. 45-ci sualda How many years did Robinson spend on the island? Adada nə qədər vaxt keçirir o? Biz hekayənin bu dinləmənin sonunda görürük ki, adada 28 ildən sonra bir gəmi gəlir adaya. 28 il keçirir deməli. Doğru cavabımız A variantı. 46-cı sualımız dəyərli şagirdlər qayda ilə bağlıdır. Bağlayıcı ilə bağlı bir test görürük. Biz burada the school director was delighted because we won the first place award in the math Olympiad. Deməli, məktəbin direktoru çox razı idi, məmnun idi. Çünki biz riyaziyyat olimpiyadasında mükafat qazanmışdıq. Birinci yerə qalib. 47-ci suala baxırıq. Deməli, what a view it is. Necə mənzərədir. I would like to visit this place one day. Mən də bir gün bu yerdə olmaq istərdim. Deməli, freezing donmaqdır, terrifying, qorxuludur, floods, daşqındır, make etməkdir, fascinating də heyran edicidir. Təbii ki, burada olacaq what a fascinating view it is. Necə də heyran edici bir mənzərədir. Doğru cavabımız olacaq burada bizim B variantı. 48-ci sual use to qaydası ilə əlaqəli bir sualdır. Deməli, B variantında used to olmalıydı. D-də used'un to'su yoxdur. Didn't used to olardı. Used olar, use olmaz. C variantı getdi. Used to olacaq. Doğru cavabımız A variantı olacaq. 49-cu sual definition'dır. Baxırıq to ignore. Göz ardı etmək, etinasızlıq etməkdir, to inspire ruhlandırmaqdır, to interact də qarşılıqlı əlaqədə olmaqdır. Burada olacaq to ignore, to pay no attention, 1-də B, 2-də B, 2 to inspire ruhlandırmaqdır. Burada olacaq A variantı, to make someone want to do something, 2-də A, 3-də isə olacaq C variantı. B, A, C olan variantımız isə A variantıdır. 50-ci suala baxırıq. The bags that you put your things in and take with you when traveling. Deməli, əşyalarınızı qoyub özünüzlə apardığınız çantalar. Nədir? Səyahət edərkən əşyalarınızı qoyub özünüzlə apardığınız çantalar C variantı olacaq. Luggage. 51-ə baxırıq. 51-ci sualımız alternative question'dır. Biz bilirik ki, köməkçi feillə başlayacaq bu. Deməli, köməkçi feil də 1-dədir. B gedir, C gedir, D gedir. Qalırıq 2 variantla. Baxırıq. Your
sister, işte, older or younger than you. Deməli, doğru cavabımız olacaq E variantı. Sənin bacın səndən cavandır, yoxsa yaşlıdır? E variantı olacaq doğru cavab. 52-ci suala baxırıq. 52-ci sualımız tag question'dır. Biz bilirik ki, bunun birinci tərəfi təsdiqdirsə, ikinci tərəfi inkar olmalıdır və köməkçi fe'limizə baxırıq. Köməkçi fe'l burada will görürük. İkinci cümləmizdə isə cümləmiz indiki sadə zamandadır. İndiki sadə zamanında sualı inkarı do does'la düzəldir. Bizə hər iki tərəfdə inkar lazımdır. Birinci tərəfdə will'in inkarı won't, deməli, Mr. Barry and his class onlar. Və ikinci tərəfdə isə doesn't lazımdır. Yəni doğru cavabımız olacaq C variantı. 53-cü sual translate'dir. My brother is looking forward to the school trip because he wants to take beautiful photos with his new camera. Qardaşım məktəb gəzintisini səbirsizliklə gözləyir, çünki öz kamerası ilə gözəl şəkillər çəkdirmək istəyir. Doğru cavabımız olacaq Y variantı. 54-cü suala baxırıq. What do you take with you when you travel? Səyahət edərkən özünüzlə nə götürürsünüz? Toothbrush, fırça olar. A phone charger, clothes, a mobile phone. Hər halda table olmaz, chalk desk olmaz, TV sofa olmaz, book door olmaz, olar D variantı. Doğru cavabımız burada D variantıdır. 55-ci suala baxırıq. Did you have many bad dreams in your childhood? Uşaqlığında çox pis yuxular görürdünmü? Have dream yuxu görməkdir. Doğru cavabımız olacaq B variantı. 56-cı sualdan 60-cı suala qədər mətnimizlə bağlıdır, dəyərli şagirdlər. It was sunny Saturday afternoon. Günəşli bir şənbə günü ortası idi. The students were having a picnic in the park. Şagirdlər parkda piknik edirdilər. Sarah was eating a sandwich while Tom was flying a kite. Sarah sandviç yeyirdi, Tom isə çərpələng uçururdu. At that time, Ben was taking a nap under a large oak tree. Həmin vaxt Ben böyük bir palıd ağacının altında mürgüləyirdi. Lily and Jake were playing catch when they suddenly saw a huge, hairy spider crawling toward Ben's foot. Lily və Jake oyun oynayarkən birdən nəhəng, tüklü bir hörümçək Benin ayağına doğru süründüyünü gördülər. They were terrified and started to scream. Deməli, onlar dəhşətə gəldilər və qışqırmağa başladılar. Just then they noticed Mark hiding behind the bush. Deməli, elə bu vaxt, bu zaman Mark'ın bir kolun arxasında gizləndiyini gördülər onlar. He was laughing and holding a remote control. Deməli, o gülür və əlində də pult tuturdu. While Mark was pressing the buttons on the controller, the spider was moving faster and faster toward Ben. Mark pultun düymələrini basarkən hörümçək Benə doğru getdikcə daha sürətlə hərəkət edirdi. While this was happening, Emily was quietly drawing in her sketchbook. Bu hadisələr baş verərkən Emily dəftərində sakitcə rəsm çəkirdi. When she saw how scared Lily and Jake were, she walked over and picked up the spider. Lily və Jake'in nə qədər qorxduğunu görəndə o yaxınlaşıb hörümçəyi götürdü. It was a plastic toy and Mark was controlling it with his device. Bu plastik oyuncaq idi və Mark onu cihazı ilə idarə edirdi. After the teacher spoke to Mark about his behavior, he realized it wasn't a kind joke and said sorry to his friends. Müəllim Mark'la danışır, onun davranışı barədə danışdıkdan sonra Mark bunun xoş zarafat olmadığını başa düşdü və dostlarından üzr istədi. 56-cı suala baxırıq. What was Sarah doing during the picnic? Sarah piknik zamanı nə edirdi?
Deməli, 56-cı sualımızın cavabında she was flying a kite, çərpələng uçururdu. Xeyr, Sara çərpələng uçurmurdu. She was drawing in a sketchbook. Xeyr, o değildi. Lily idi o. She was eating sandwich. O eating sandwich. Bax, bu yerdə göstərilir. Eating a sandwich. Deməli, doğru cavabımız olacaq C variantı. Who was sleeping when the spider appeared? Hörümçək peyda olanda kim yatırdı? Kim yatırdı? Ben ağacın altında. Bax, Ben was taking a nap under a large oak tree. Why were Lily and Jake terrified? Nə üçün Lily ilə Jake qorxdular? Nə üçün onlar qorxurlar? Baxırıq, they saw a large spider niyə Ben? Onlar deməli Benin yaxınlığında böyük bir hörümçək gördülər. How was Mark moving the spider? Deməli, Mark hörümçəyi necə hərəkət etdirirdi? Deməli, burada da olacaq doğru cavabımız bizim D variantı. With a remote control device. Uzaqdan idarə etmə cihazı ilə. How did the story end? Hekayə necə sonlandı, necə başa çatdı? Deməli, baxırıq ki, and said sorry to his friend. Deməli, burada da olacaq doğru cavabımız D variantı 60'da. Mark apologized for his mistake. Səhvinə görə üzr istəyir. Doğru cavabımız D variantı. Diqqətiniz üçün təşəkkür edirəm.